Çatımlar məsuliyyətli, Qalatanın tədbiri təşkil edədiyiniz üçün sizə həqiqətən təşəkkür edirəm. Siz mənim bu tədbirə dəvət edəndən mən bütün başqa şeyi düşünəşirdim. Ahali, yaşlı müəllimlər, gənc yaşlı davul cümlə bu tədbiri rəqlamaq həqiqətən də mənə qürur verdi ki, bizim bir gənc tanımımız bu qədər vətənpərvərdir. Sizə sonsuz təşəkkür edirəm və sizdən bir ricam olar ki, bu Zəfər yolu ildə 3 şəhidçilik eləmir. Hər gün üçün 3 şəhid edir və lazımı gələn dəstəkdə biz verməyə hazırdır inşallah. Müharibə heç də yaxşı bir şey deyil, bəyənməsi bir şey deyil. Çünki göz yaşlı analar və övladlar. Anla bəzən müharibə qaçılmaz bir şeydir ki, onu etməlisən ki, düşmən kim olduğunu görməlisən. Müharibəlik bizə acı yaşatdığı kimi, bizə dəyərli şəhid valideynləri tanıdır, bizə dəyərli qazi qardaşlarımızı tanıdır. Bu şəhidlərdən bir həqiqətən huzurlu idi. Həqiqətən də ki, üzündə təbəssüm, gülüş, hər zaman o insana son nəfəsinə qədər üzündə gülüsün əsli olmalıdır. Biz Badlı rayonunda, daha doğrusu Zəfər rayonunda yerlərilərin kazanmasına gibi, hər bir hissəsinə gibi. Orada çox şeyler var idi. Dostum, üzülünün qarşısına verilənə üst istəyirəm bölgelərdən bir sigaret maskası sıkmışdı. Həqiqətən çox böyle bir qeyri-adi bir şeydir də. Yəni, hamımız o sigaretlərdən görmüşdük. Prosto onda olan bir başqa sigaret varsa, tam bir başqa bir şeydir. Bizim dağlarımızda nə qalmış ki, müharibə görməmişdir. Əsgər müharibə qutarıza ağ xətlər verirlər, əsgəridə təhris olar. Dedi ki, bu sigareti saxlayıraq, biz təhris olanda bunu çəkək. Bu Badlıya keçdik və ağır döyüşlər başladı. Sigaret, hər bir ərzaq tədarükümüz qurtarmışdı. Gəldi, bizdə də elə bir olar ki, kabımızın 90% cəlalat idi. Dedi, deyəsən, Ahkəmdə qismət olmayacaq, elə bu sigareti əsasda da çəkək. Şəhidlərimizin həqiqətən də ki, olan ürəyinə qalmışdır şəhid olmaqları. O işi, onlardan görməyən adamlar üçün də ki,